Ölümünüzdən sonra biz sizi diriltdik ki, bəlkə şükr edəsiniz. Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin indirdik. Sizə ruzi olaraq verdiyimiz baş şeylərdən yeyin, dedik. Onlar bizə deyil, təkcə özlərinə zülm etdilər. O zaman biz dedik, bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə rahatlıqla yeyin, için. Qapıdan səcdə edərək daxil olun və bizi bağışla, deyin ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə artırarıq. Zülm edənlər özlərinə deyilin sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik. O zaman Musa öz xalqı üçün su istədikdə, biz əsanla daşa vur dedik. 12 çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. Onlara dedik, Allahın sizə verdiyi ruzidən yeyin, için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın.